Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün gözəl bir mənzilin çəkilişinə gəlmişik. Yeni Yasamalda Alba Uşaq bağçasının düz yanında. 18 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir mənzilimiz. Tam əşyalı, ideal şəkildə təmir, təzə əşya ilə təmin olunmuş bir mənzildir. Kupçalıdır, dövlət ipotekasına tam yararlı mənzildir. Mənzilin ətrafı tanış edim sizləri, yekunda qiymət açıqlayacağım əziz izləyicilər. Keçək mənzilimizin ətrafı tanış olaq. Mənzilimizin olduğumuz isə qonaq otağıdır, görülən əşyaların hər biri qiymətə daxildir. Əşyaların hər biri yenidir. Geniş planda göstərir qonaq otağın. Bu mənzildə hər hansı bir əşya alıb yerləşdirməyə ehtiyac yoxdur əziz izləyicilər. Bütün əşyaların hər biri var və hər biri də təzədir. Mebellər Embovoddandır, təmirdəki çox keyfiyyətli materiallarla olub. Mənzilin giriş qapısıdır, dəhliz hissədir. Bura qranit təbəqəsinə döşənilib, isti döşəmədir. Bura mənzilimizin mətbəx hissəsidir. Mətbəx hissəsi də qranit təbəqəsidir, döşəməsi isti döşəmədir. İdeal mətbəx mebelimiz yığılıb, dəyərli izləyicilərim. Soyuducusuna, qabı yanına, paltar yanına qədər hər birinin yeri ayrı-ayrılıqda qoyulur. Bura mənzilin sanitar qovşağıdır. Burada istəsəz duş kabini yığdıra bilərsiniz. Görürsünüz yerdə yeri qoyulub. İsti döşəmədir, giriş hissədir, sanitar qovşağı, sanuzeli mətbəx hissəsi. Hər biri isti döşəmədir əziz izləyicilər. Mənzilimizin yataq otaqlarıdır. Bura mənzilin böyük yataq otağıdır. Bura isə kiçik yataq otağı, yəni geçik otaq kimi nəzərdə tutulub. Mənzilimizin valideyn yataq otağıdır. Görürsünüz əziz izləyicilərim. Buradan eyvana da çıxış var. Buranı göstərəcək zəhmət olmasa. Mənzilimizin eyvanına çıxış var. Geniş bir eyvanı var mənzilin. Keçə mənzilin kiçik yataq otağını göstərim sizə. Burası isə mənzilimizin kiçik yataq otağıdır əziz izləyicilərim. Mənzilimiz Alba Uşaq bağçasının yanında yerləşir. Kupçalıdır, dövlət ipotekasına tam yararlıdır. 185 min mənzilin start qiymətidir. Açar məndədir, istənilən vaxt mənzilə baxış keçirmək mümkündür. İzləmədə qalın, sağ olun, salamat qalın.